ölümdən apardıqların qayda elə bir nalayıq sözdür, mən o efir qarşısında deyə bilmərəm. Bəs o xanım haqqında? Xanım biz hamımız sevirik, Allah canı sağ olsun, ailəlicə baxırıq xanıma. Adı neydi xanım? Sizin haqqınızda fikir söyləyin. Türkan xanım, baxırıq da xanım. Mənim haqqımda nə deyir? Nə deyir mənim haqqımda? Elə bir şey demir. Çox gözəl bilirsə, Ələkbər nə dedi? Arıqlayırdı, mənə kök çox istəyir də, yəni kök. İnşallah, yəni şey eləyəcəm. Adınızı dedik, birinci tanımadı. Görürsən, o kök vaxtı görüb, onu elə də. Elə bir mənə kəsməyə lazım, yəni kökə, Allah sağlam, bir arpa zad versin, düzələcəm də. Mən neysə, arıq kök, mənə qoy bəyənib, Allah saxlamış. Yəni, sən Türkan'a bayıb, Pərvizə baxdın, gör, düzəlib, düzəlməyib, yəni Türkan. Quranın olsun, ay Türkan. Türkandan sonra zilə gəlir, mən o şey zilə ilə oxuyacağım. Tutarım, səni tutarım, o boydu Moskvaya getdiyi yolda. Yəni, heyf o yolda. Niyə heyfsəniz ki? Partiyyadır şəşsəməyir. Mən bəlküdar oldu mənə. Oğlum Yədullahın müsibəti belə olmamışdı. İnandırım sən, o mənə tamamamağı, yəni mən bəlkə mənə tərsini qoydum. Mənə nəsə olsa bir... Aranızda iciliyi olub ki, sizin? Həm ölkəm, yəni biraz oldu, problemlər oldu. Biz bəlkə problem, hər şey zarafat bir qıra. Danışıram, pis olum ki, verməyim bu nəsə. Приглашение. Всем дай Бог здоровья. Çox sağ ol. Bildik ki, rus dilində bilirsən, başa düşdük. Gözəl. Təbrik edirəm sizi, hə? Hə, Yaşar Dündür, bayaqdan reklam arasında mənimlə danışırdı Azərbaycan dilində. Nədir sənin dərdin? Dərdin çoxdur. Ahın dağlara, daşlara, abala. Ahın dağlara, daşlara. Və sən keçmiş ailədaşı olmuşsan. Nə günü və? Xoş günündən çaşdırdın özümü, yoxsa pis gündən çaşdırdın? İkisi de pis ya. В жизни ничего удивительного для меня сейчас не происходит вообще. Bu ne milletidir? Azərbaycanlıdır. Azərbaycanlıdır. Danışır. Bu biraz heyecanlanır. Ümumiyyətlə danışan adamdır. Ben Azərbaycanlı olalı Azərbaycan dilini danışmırsan. Mənim halım var, sən tərcüməçi çağıran Eksper təsəvvür edin ki, bu yıxıldı yerə. Bu Koala Parkın içində. Ha, yıxıldı Azərbaycan dili unutdu. Yox. Объяснить eləyə bilmərəm də mən. Niyə abis edə bilmirsən? O bir şeyləri abis edə bilirsən. Azərbaycan dilində danışamağı abis edə bilmirsən. Çox təşəkkür edirəm, var olasan, can, yarım kilo. Çox təşəkkür edirəm, 6 kilo. Nə əziyyət çəkmişsən? Ha? Yox, yarım kilo. Çox sağ ol canım. Çox təşəkkür edirəm, əziyyət çəkmişsən, kilo yarım. Tamamə. Bu tortu mənim üçün gətirmişsən. Çox təşəkkür edirəm, yarım kilo. Sağ ol canım. Əziyyət çəkmişsiniz valla. Yarım kilo. Valla əziyyət çəkmişsiniz. Yedim də nə əziyyət var, kəsbin olanı. Yarım kilo. Çox sağ ol. Bu nədir? Çox təşəkkür edirəm. Nə gözəl tortdur, ha. 200 qram. Lətifə, nə əziyyət çəkirsən canım mənim. 300 qram. Nə əziyyət çəkmişsiniz, valla əziyyət çəkmişsiniz. Valla yarım kilo. Nə gözəl, nə gözəl. Rəhmətli Vidadi Bərdəli oxşuyursan burada. Çox təşəkkürlər. Elə benim o da Allah haqqı. Oxşuyurlar. Amma gözəl. Dostunun verilişində ürəklə iştirak edir. Enerjim getdi. İllərdir mən... Dedim indi verib saracaq alıb saracaq. Əsas odur ki... Sən mikrofon tullamağı gördünüz. Elə bir gətir mikrofon alıb qoyub, bura. O mikrofon indi çatlasa, xərab olsa, 10 pulunu alacağım ondan. Müzəffər də götürür, yesin pulu ondan alsın. Mikrofon elə də əsdirik, nətər tullarsa, bax, elə dayanmır. Bax, mikrofona bax. Gör nətər çaktı mikrofonumuzu. Bax, burada. Elə bir mikrofon alıb verin mənə. Gözümü elə bir qorxuram. Xəstə adamam. Düşmən elə baxırsan, sən gözünü dombaldırsan üstümə. Niyə zovum yoxdur? Ay doktor, sən bir diagnoz qoy. Bunun gözü, adama niyə belə baxır bu? Niyə zovum yoxdur? Buna bax, kameraya bax. Bir dənə bax kameraya, görsən. Gözün forması ola bilər. Bir də bax kimi elə, formasıdır. Necə elədin mənə? Gözü belədir, qorxdu mu? Bizə baxırdım. Acı doğdu, gözünü bələtdin mənə. Bunun nə ola bilər? Ay doktor, bunun gözündə nə ola bilər? Bu bilmək lazımdır ki, anadan gəlmə formadır, yoxsa yox? Anadan gəlmədir. Əgər anadan gəlməsə sadəcə formasıdır, amma sonradan da qalmışdı, baş beynində baxa bilər. Qohum əqrəbi də var, sən kimi gözlər belə. Bəs atan tuardı getdi. Yəni, o formadır, şəcələrində var, şəcələrində var. Mən qorxdum ki, canlıda xəstəlik olar, gəlmiş belə işidir. Bu nədir, qucaqlayıb oturur.
Sizin bu iki verilişinizə ilk dəfədir gəldim. Adətin, Yeni sezonumuzun- əli boş gəlmək adətin sənin. Az əvvəl 1 kilo konfetdən, ondan sonra nə bilim ki, Allahın bir dənə şor qoğalını götür gəl ki, bunu da verilişdən sonra otur. Başqa yerlərə belə tostlar aparırsan, xəbərim var. Ləyəndə şirniyyat gətirmişəm, bu qardadır. Görmədin sən yəqin. Doğrudan. Allah. Deyirəm də. Soruş qızlardan bir dənə qulağı deyil. Dedilər artıq, çox sağ olun. Mən heç vaxt heç yerə boş getmirəm. Zarafat edirəm sən də. 2 dənə özü yemirəm. Mən utanıram. Özüm zarafat edirəm. Elən bu gün Allahıma şükür oxuyuram. Mən xoş günüm, mən sevinç günümdür ki, onu gəlib aparırlar, canım xilas olur. Amma mən fikirləşirdim ki, siz onun burun əməliyyat elətdirəcəksiniz. Mən sizə bu günmü, hansı günüsə bundan mövzu düşsə, mən sizə xahiş edəcəydim, onun dilini operasiya elətdirin, balacalandırın, dili çox yekərdir. Amma adına Vallah, billah, gözəl nə qədər də sən deyən kimi dilli filli olsa da, ən azı boğazına belə ip salıb şəkil çəkdirmirsən. Siz indi söylədiniz ki, siz hamiləsiz. Bəli, mən də hamiləyəm, qadın alım. Mən də hamiləyəm. Mən də hamiləyəm deyəndə Tünzalə də hamilədir. Bəli. Tünzalə kimdən Mən hamilə? bu mərdəyimlə burada ailə qurmuşam, qadın alım. Mən qadın ailə qurmuşam. Ay Gülnarə, sən ərə getmirsən, Tünzalə ərə getməyib, bax, o nətər hamilədir? Yo, mən də getmişəm, qadın alım. O xalası oğlundayım, qadın alım. O bacımın yoldaşının xalası oğuldu, qadın alım getdiyim mən. Sən dedin ki, Tünzalə, sən dedin yoldaşının xalası oğluna ərə getmirsən? Bədə bacımın yoldaşı var ya, indi gələn. Bacımın yanındayım da, bacım ərə getmişəm. Hə. Bak onun xalası oğlundayım, qadın alım mən. Deməli, sən 2 bacı, 2 xala oğluya getmişsiniz. Ay, sağ ol, qadın alım, hə. Sən nə sevgi bilmirsən, nə bilmirəm, belə domşuq durmuşsan. Sənə bir qadın gəldi, sənə sevgi etiraf eləyirsə, sən də özü deməlisən ki, bəli, mən də sevirəm. Mən qururumu sənə verdim, sevgimi sənə verdimsə, sən o sevgini bilməyəndən sonra sənə nə deyə bilərəm? Sən mənim paltarımı geyinib, sən mənim daha gözümdən düşdün. Girin mən paltarımı geyinir ki, mən kişi, qadınam sən kişi. Düz olan şeydir. Olan şeydir öyle axı. Onda mən də sən paltarı geyinim, reklam eləyim. O dostuna göstərir. Niyə dost mənim paltarımı dostsu görməlidir? Niyə? İndi dost vardı. Dostun öylə. Bunlar zarafat qurban ol. Dost, bir dəqiqə yenə deyirəm, nə sana hə, nə yox deməm. Amma ki, mənim məqsədim odur ki, mən sabah höydən çıxanda, bax, bununla çıxacam bir. İkincisi də həmən libasda Ceno Qəbələdə ilə görünəcəm. Asima, bir dəqiqə deyən. Asima, mənim balaca bacım deyən bir dəqiqə. Həyat yolunun 2 yolu var, bir ərə getmək, bir arvad almaq. Mən bunu heç Hani ben benim bacılam deyildən sən. Qocalana Atletico Bilbao'nun da udacaq, Chelsea'nin de udacaq. Hamısı Liverpool da udacaq. Qarabağın qələbəsi artıq azarkeşlərdə böyük inam